Muay Thai Federasiyasının sədri Araz Musayevin Türkiyədə bıçaqlanması ətrafında müzakirələr intensivləşib. O, bu hadisədə birmənalı olaraq Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevi günahlandı. Belə ki, Musayev Əliyevin onu aradan götürmək üçün killir tutduğunu iddia edir. Ancaq qarşı tərəf bunun həqiqətə uyğun olmadığını bildirib. Adil Əliyev haqqında səsləndirilən iddialara cavab olaraq deyib ki, onun Araz Musayevə qarşı sui-qəsdin təşkili ilə heç bir əlaqəsi yoxdur. İcra başçısı bunu özünə qarşı şər-böhtan kampaniyasının tərkib hissəsi adlandırıb. Araz Musayevin dedikləri ilə bağlı Adil Əliyev istintaqa çağırıla bilərmi? İstintaq bu versiyanı araşdırmalıdırmı? Globalifo, azad danışan vəkil Ramil Süleymanovun sözlərinə görə məsələ araşdırılmalıdır. O deyib ki, ittiham olunan şəxs istintaqa dəvət edilməlidir. Azərbaycan-Türkiyə arasında hüquqi yardımlaşma haqqında müqavilə mövcuddur. Tərəflər onun ərazisində vətəndaşlara qarşı törədilmiş hər hansı bir cinayətin açılmasında, araşdırılmasında müştərək qaydada fəaliyyət göstərə bilər. Qeyd edim ki, hazırki cinayət Türkiyədə baş verdiyi üçün araşdırma həmin ölkənin hüquq mühafizə orqanları tərəfindən aparılacaq. Ancaq Azərbaycan tərəfindən bununla bağlı təşəbbüs olarsa, Türkiyədə bu məsələ yoxlanıla və Azərbaycan hüquq mühafizə orqanı əməkdaşlarının cinayətin araşdırılmasında iştiraki müzakirə edilə bilər. Vəkil əlavə edib ki, Araz Musayev cinayətə məruz qalmamışdan öncə və sonra şəxslə bağlı ittiham irəli sürüb. Burada Araz Musayevin Adil Əliyev haqqında ittiham xarakterli müraciəti var. Qeyd edim ki, Türkiyə tərəfindən Adil Əliyevin bu məsələ ilə bağlı şahid qismində çağırılması və ya Türkiyə hüquq mühafizə orqanlarına şahid kimi təqdim olunması Azərbaycan dövlətindən istənilə bilər. Azərbaycan isə təşəbbüs göstərib. Cinayətin araşdırılması ilə bağlı Türkiyəyə müraciət edə və ya müştərək araşdırma ilə bağlı qoşulma barədə müraciət ünvanlaya bilər. İstənilən halda baş verən hadisə ilə bağlı araşdırma kifayət qədər ciddi aparılmalıdır. Qanunvericiliyin tələblərindən biri ondan ibarətdir ki, mediada yayımlanan məsələlərlə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmaların aparılması şərtdir. Müsahibimizin fikrincə Adil Əliyev istintaq orqanına təqdim olunmalıdır. Adil Əliyevlə Araz Musayev arasında aparılan yazışmalar, mübahisələr aidiyyəti qurum tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Bir məsələni də qeyd edim ki, ittiham xarakterli müraciətlər hər vaxt səhif olmur. İstintaq orqanı müəyyən etsə ki, Araz Musayevin məruz qaldığı cinayət adını çəkdiyi şəxs tərəfindən icra edilib. O zaman ilk növbədə şəxsin statusu şahid qismində müəyyən olunmaqla onun barəsində araşdırma aparılacaq. Sübut olunarsa ki, Adil Əliyev həqiqətən də cinayətin törədilməsində iştirak edib. Onda ilk növbədə şübhəli şəxs, daha sonra isə təqsirləndirilən şəxs qismində haqqında araşdırma aparıla bilər. Süleymanovun fikrincə Araz Musayevin dedikləri öz təsdiqini taparsa, Adil Əliyev həbs oluna bilər. Baş verən hadisə xüsusilə ağır cinayət hesab edilir. Əgər Adil Əliyevin günahı sübuta yetirilərsə, o 12 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası ala bilər. Çünki burada söhbət qruplaşmadan, cinayətin sifarişindən gedir.